Hər vaxtınız xeyir əziz izləyicilər. Bugün 16 iyul Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaradılış günüdür və mən bu münasibətlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri hörmətli Əli Kərimlini, partiyanın üzvlərini və ümumiyyətlə özün cəbhəçi sayan hər kəsi təbrik edirəm. Eyni zamanda fürsətdən istifadə edib bu partiyanın qurucusu və lideri olan hamının ürəyində böyük bir məhəbbət qazanmış Əbülfəz Elçibəyin ruhu şad olsun deyirəm. O sıradan həyatlarını bu mübarizəyə həsr edib dünyasını dəyişən bütün cəbhəçiləri rəhmətlə xatırlayıram. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bugün zindanda 11 siyasi məhbusu var. Onların yarıdan çoxu partiyanın rəhbərliyində təmsil olunan Əli Kərimlinin müavini və müşavirləridir. Sizin çoxunuz onları tanıyır. Məsələn, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim. Bunlar partiyanın rəhbərliyində təmsil olunan insanlardır və şərlənərək həbsdə saxlanırlar. Eyni zamanda 2017-ci il daxil olandan bu günə qədər 40 cəbhəçi müxtəlif bəhanələrlə şərlənərək həbs olunub azadlığa çıxıblar. İl başlayandan ondan artıq cəbhəçi müxtəlif bəhanələrlə öz iş yerlərini itiriblər. Onlar sadəcə olaraq cəbhəçi olduqlarına görə işlərindən uzaqlaşdırılırlar. Xalq cəbhəsinin məhrumiyyətləri təkcə sadalıqlarım deyil. Xalq cəbhəsi uzun müddətdir ki, absurd bir şəraitə məhkum olunub. Yəni partiyanın 2007-ci ildən qərargahı yoxdur. Həmin qərargah İlham Əliyev tərəfindən dağıdılıb. Ondan sonra tutulan bir qərargah bir gün belə istifadə edilmədən qapısı hökumət tərəfindən svarkalanıb, yəni qaynaq edilib, ora girmək mümkün deyil. Başqa bir qısa müddətə tutulan qərargah isə yenə hökumət tərəfindən partladılıb. Bunlar bizim reallıqlarımızdır. Hər kəsin bundan xəbər tutması lazımdır. Eyni zamanda 2005-ci ildə partiyanın sədri Əli Kərimlinin ölkədən çıxışına rəsmi qadağa qoyulub. Rəsmi qadağa deyirəm, çünki bu hər hansı bir məmurun şıltaqlığı, özbaşınalığı deyil. Dövlət səviyyəsində qərar verilib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportu verilməsin, hansı ki biz ona xarici pasport deyirik və beləliklə Əli Kərimlinin uzun müddətdir ki, ölkədən çıxışına qeyri-qanuni qadağa qoyulub. Azərbaycan Xalq Cəbhəsi demək olar ki, dövlət aparatı ilə döyüşür. Yəni, çox təəssüfləndirici haldır ki, Azərbaycanda qanuni fəaliyyətdə olan bir partiyaya qarşı Azərbaycan hökuməti, dövləti sanki bir terror təşkilatı kimi davranır. Amma işin qəribə tərəfi odur ki, bu qədər məhrumiyyətlər, sınaqlar, həbslərə baxmayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün də sıradadır və mübaliğəsiz olaraq bu gün mübarizənin ön xəttində prinsipial mübarizə aparan yeganə partiyalardandır. Azərbaycan Xalq Cəbhəsinin bəs sirri nədən ibarətdir? Nəyə görə bu qədər təqib və məşəqqətlər bu partiyanı sıradan çıxarda bilmir? Bəs işin sirri nədədir ki, bu qədər məhrumiyyətlər, məşəqqətlər, həbslər olmasına baxmayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün də varlığını qoruyur və bu gün də ən prinsipial, ən güclü müxalif siyasi partiya olaraq qalır. Mənim gəldiyim qənaətə görə bunun təməlində iki ciddi faktor durur. Bir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sözün əsl mənasında xalqdan qaynaqlanmasıdır. Təsadüfi deyil ki, bugün Azərbaycanın hansı bir kəndinə, hansı bir rayonuna getsəz, orada özün Xalq Cəbhəsi ilə bağlı sayan, Xalq Cəbhəsi ilə bağlı bir hekayəti, müsbət bir qənaəti olan insan tapacaqsınız. Yəni bu partiya qondarma bir təşkilat kimi formalaşmayıb. Azərbaycan xalqının canından, qanından qaynaqlanaraq ortadadır və bu gün də o xalq mübariz oğlanları ilə bu partiyanın formalaşmasında, mübarizəsində öz dəstəyini göstərir. Bəli, zaman-zaman Xalq Cəbhəsi Partiyasından ayrılmalar da olub. Müəyyən şəxslər tapılıb ki, onların zəif damarından istifadə edib Xalq Cəbhəsinə qarşı onları qoya da biliblər, pulla ələ ala biliblər, partiyadan çıxmasına belə deyək, təkan ola biliblər. Amma bütün nümunələri siz sadalayıb və yaxud göz önündən keçirsəniz, görəcəksiniz ki, Xalq Cəbhəsindən çıxan, Xalq Cəbhəsindən uzaqlaşan, zaman-zaman Xalq Cəbhəsinə qarşı tənqidi münasibətdə olan adamların heç biri bu partiyadan uzaqlaşandan sonra partiyada olduğu qədər hörmətə və ictimai çəkiyə malik olmayıb. Kimlərsə Xalq Cəbhəsindən uzaqlaşandan sonra mal, pul, sərvət yiyəsi ola biliblərsə də, amma o insani dəyərlər, demokratik dəyərlər, haqq, ədalət dəyərləri baxımından üz aşağı gediblər. Və buna görə də mən Xalq Cəbhəsini həmişə yaşıl bir ağaca bənzədirəm. O ağaca ki, onun kökləri
torpağın çox dərinliklərindədir və belə bir ağacı siz də bilirsiniz ki, nə qədər budasalar da, əksinə o ağacın sağlamlaşmağına, daha da gümrahlaşmasına təkan vermiş olurlar. Xalq cəbhəsini ayaqda saxlayan, bugün mübarizə meydanında söz sahibi eləyən ikinci faktor Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Xalq cəbhəsinin bugünkü güclü mövqeyi şübhəsiz ki, onun sədri Əli Kərimli faktoru ilə də bağlıdır. Əli Kərimlinin uzun müddətdir ki, Azərbaycan hakimiyyəti ilə prinsipial, ardıcıl və cəsarətli mübarizəsi ona gətirib çıxarıb ki, həm bütövlükdə cəmiyyətdə müxalif ab-hava güclənsin, həm də bu partiyaya cəmiyyətin üzvlərindən cəsarətli, mövqeyli insanlar qoşulub mübarizəni daha da gücləndirsin. Əli Kərimlinin sadalanan bu mövqeyi həm bütünlükdə Azərbaycanda etirazçı, müxalif mövqeyini gücləndirir, eyni zamanda onun təmsil etdiyi partiyandır. Azərbaycan Xalq Cəbhəsi Partiyası Əli Kərimlini biz bugün firqə maraqlarından çox-çox uzaqlarda görürük. Yəni, cəmiyyətin hansı bir kəsiminin haqsızlığa uğradığını görürsə, Əli Kərimli ona qarşı səsini ucaldır. Əli Kərimli demək olar ki, cəmiyyətin haqqı pozulan bütün təbəqələrinin və şəxslərinin yanında olur. Burada mənzil hüququ pozulanları da götürmək olar, orduda xidmət zamanı çətinliklər üzləşən vətəndaşları da, Kür daşqını zamanı haqsızlığa məruz qalan insanları da, zəlzələdən əziyyət çəkən Zaqatala bölgəsindəki sakinlərimizin müdafiəsi üçün də, tələbələrimizin pozulan haqları üçün də, müəllimlərimizin, səhiyyənin müxtəlif problemlərinə dair Əli Kərimli zaman-zaman öz prinsipial mövqeyini qoyub və təkcə bu mövqe sözlərdən, bəyanatlardan ibarət olmayıb. Azərbaycanda son illər keçirilən etiraz aksiyalarının təşkilatçısı və onun təbliğatçısı qismində Əli Kərimli və onun təmsil etdiyi qurumlar çıxış edib. Və buna görə də Əli Kərimli faktoru hökuməti daim qıcıqlandırıb, daim ona qarşı çirkin kampaniyalar aparılıb, ləyaqətsiz hərəkətlərə yol verilib. Amma çox şükürlər ki, bu kampaniyaların hamısı sonda hökumətin özünə qarşı yönəlib. Bugün ictimai-siyasi həyata bələd olan hər kəs bilər ki, Azərbaycanda siyasi sektorda ən hörmətsiz adamlar o adamlar sayılır ki, rejimin sifarişi ilə Əli Kərimliyə qarşı dayanıb. Söhbət burada Əli Kərimlinin tənqid olunmamasından getmir, tənqid açıqdır. Amma o adamlar ki, rejimin şirnikləndirici vasitələri hesabına Əli Kərimliyə qarşı dil uzadıblar, ona qarşı çirkin kampaniyada rol alıblar, bu adamlar Azərbaycanda ən hörmətsiz insanlar sayılır. Hətta bəzilərinin adı bugün cəmiyyətdə söyüş kimi istifadə edilir. Bütün bu deyilənlərlə yanaşı Azərbaycan Xalq Cəbhəsi hələ də hədəflərinə çatmamış bir təşkilatdır. Bu təşkilatın məqsədi çox ucadır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının məqsədi, məramı Azərbaycanda demokratik, azad, hər kəsin qürurla yaşaya biləcəyi bir cəmiyyətin qurulmasıdır. Azərbaycan Xalq Cəbhəsi bunun üçün çarpışır və mən bu yolda bütün cəbhəçilərə uğurlar diləyirəm. Eyni zamanda Azərbaycanın siyasiləşməmiş, amma Azərbaycanın normal ölkə olmasını istəyən, bu ölkədə haqqın, ədalətin öz yerini tapmasını istəyən, yaltaqlığın, yaramazlığın sona çatmasını istəyən hər kəsə müraciət edirəm ki, bu hədəflər doğrudan sizin üçün də müqəddəsdirsə, o zaman tərəddüdlərinizi yerə qoyun və Azərbaycan Xalq Cəbhəsinin sıralarında duraraq bu mübarizəyə öz töhfənizi verin. Sağlıqla qalın.